sizlərə Almaniyadakı plastik istehlakı və orada tətbiq olunan fine sistemi haqqında danışmaq istəyirəm. Əgər siz Almaniyada bir içki butulkası və ya alüminium qutu alırsınızsa, onun üzərinə əlavə depozit haqqı, yəni fine əlavə olunur. Bu məbləğ 8-25 sent arası dəyişə bilir. Məntiqi isə çox bəsitdir. Butulkanı qaytarırsan, pulunu geri alırsan. Yox, əgər butulkanı atırsansa, həm pul, həm material gedir. Maraqlısı budur ki, bu sistem o qədər uğurlu işləyir ki, Almaniyadakı PET plastik butulkalarının 98% geri qaytarılır. Və bu göstərici Avropadakı ən yüksək göstəricilərdən biridir. İnsanlar boş içki qablarını supermarketlərdə olan xüsusi avtomatlara yerləşdirirlər. Avtomat qabı tanıyır, kodunu oxuyur və onlara qəbz verir. İnsanlar da bu qəbz vasitəsilə ya alış-veriş edə bilər və ya pulunu geri ala bilərlər. Əslində fine təkcə iqtisadi deyil, həmçinin ekoloji düşüncənin formalaşmasına da yönəlib. O insanlara plastiki atma, dövrəyə qaytar, resursları tükətmə, təkrar istifadə et ismarıcını göndərir. Və bu yanaşmada təkcə fərdi deyil, dövlət və biznes strukturlar da bu məsuliyyəti bölüşür. Marketlər bu sistemi qurur, vətəndaşlar istifadə etsin, ətraf mühit isə qazanır.